Üçüncü səbəb də nədir? Hər şeyi kursdan gözləmək düşüncəsi. Bir yerə qədər kifayətlənir və hər şeyi kursdan gözləyir. Belə olmalı deyil. Okay, Software Village ən möhtəşəm sillabusu çıxara bilər. Ən yaxşı roadmap-i qura bilər. Ən yaxşı təlimçini də gətirə bilər. Və onun verdiyi tasklar, tapşırıqlar, belə deyək, əlavə mentor saatı, mentor dəstəyi, hər bir şey mükəmməl ola bilər. Amma bu ilə kifayətlənmək olar? Yox. Ona görə də daha da özünü gəlişdirməlisən, bir yerdə qalmamalısan və xüsusən də bu sahə onu qətiyyən sevmir. Yəni yerində dayanmağı sevmir. Paralel aparmalısan. Bəli, Software Village-də təlimə gəlirsən, əcəb versən, lap yaxşı. Task müəllimin sənə 5 dənə task verib. Get 10 dənə task. Yəni bu dəqiqə əlimizdə hansı imkan desən ki, o yoxdur. GPT var, AI var, o qədər toollar var. Birinə bir dənə yazsan ki, bu gün keçdiyim mövzu budur. Mənə buna aid 10 dənə sual çıxart. Yəni 10 nədir? Milyonlarla sual çıxaracaq. Belə deyim də, ora qədər kifayətlənmə problemi. Yəni, okay, müəllim 5 dənə task verdi, bunu eləyim, bitirim, qutardı, getdi. Hə, insanlar bəzən başa düşürəm, işdən gəlirlər, yorğun olurlar, şəxsi həyatları, şəxsi problemləri və s. və ilaxır kursa ancaq çatdırırlar. Amma ki, sahə bunu sevmir də, yəni. Çox şaxəli olmasa, araşdırma, məqalə, yəni bəhanələr boşnadır burada. Çox bəhanə edirlər, boşnadır. Məqalələr ingiliscədir, okey. Bir dənə AI-ya atırsan ki, bu məqaləni Azərbaycancaya, türkcəyə, fransızcaya, ürəyin istəyən dilə çevirir. Nə bilim, məsələn deyirlər ki, task axtarmaq, tapmaq çətindir. Tamamilə belə deyim də əsassız bir səbəbdir. Çətindir, okey, mentorundan məsləhət al, təlimçindən məsləhət al. Yəni boş səbəblərdir.